İndi insanlar xoşbəxt olmaqdan daha çox xoşbəxtliyini göstərmək istəyir. Yəni, daha çox evdə xoşbəxt olmaqdan, necə eləyim evdə, ailədə xoşbəxt olmaq, ondan çox zikr fikri budur ki, necə eləyim ki, hamı məni görsün, desin ki, xoşbəxtdirlər. Statuslara qoymaqla, müəyyən, nə bilim, orada, burada bu şəkil çəkməyi və s. Mən demirəm, heç nə də olmasın, kim çəkir, o həddində, çərçivəsində, özü bilər, öz işidir, hədd çərçivə içində. Amma aşırı, mən bəzi vaxt cavanlara, belə cavanlara ürəyim alır. Hələ bu ailə çox getməz. İnanın, baxıram, həqiqətən də çox da elə dolu bax. Dostlar da gəlib o görüşüb və deyirlər, hə, doğrudan da belə oldu. Deyirəm, yəni bu təcrübədir də, yəni mən bu neçə ildir görürəm. Görürəm belə. Yəni o getmirlər, bir yerə çata bilmirlər. Yalancı bir aura yaratmaq, sanki güya xoşbəxtlik və bunu da bir növ cəmiyyətdə bir şəkildə təqdim eləmək və insanları da o istiqamət vermək, olan hamısının məsuliyyəti var. Yəni, biz sosial varlığıq, atdığımız addımların ictimaiyyətə təsiri var, ona görə cavab verəcəyik. İlk öncə dünyada, sonra axirətdə. Bu konkretdir, qətidir. Ona görə addımlarımıza diqqət edəməliyik. Mən özüm istəyirəm, özüm bilərəmlə deyil. O qədər azad deyilsən ki, kimisə bədbəxt edəsən. Yəni, azadlığından müsbət mənada istifadə elə, bəhrələn. Düz cəmiyyətə yaxşı nümunə ol, pis nümunə olma və